Siz dostlar, xoş gördük hər birinizi. Ümid edirəm ki, yaxşısınız, imtahanlara hazırlaşa bilirsiniz. Mən bir müddət ara verdim paylaşıma. Siz də axtarırdınız məni ki, müəllimə hardasınız, Instagramdan yazırdınız. Sınavlar üzərində çalışıram. MİQ-dir, sertifikasiyadır, abituriyentlər üçün sınaq hazırlamışam. O sınavlarda bir-bir inşallah yaxın zamanlarda paylaşacağım. Amma sizdən kiçik bir istəyim var. Dünən kanalın statistikasına baxıram və görürəm ki, paylaşımlarımı izləyən 90% insan kanala abunə deyil. Çox istərdim ki, kanala abunə olasınız, paylaşasınız ki, daha çox müəllim görsün, daha çox abituriyent görsün və ehtiyacı olan insanların qarşısına çıxaq. Bunu istəyərdim sizdən. Və bir də artıq Dövlət İmtahan Mərkəzinin test toplusunun sonuna gəlib çatdıq. Sizə verdiyim sözü tutdum. Birinci hissəni yekunlaşdırırıq. Son mövzumuz da Azərbaycan Səfəvilər Dövləti 17-ci əsrdə. Başlayaq. Birinci sual. 17-ci əsrin sonlarında Azərbaycanda iqtisadiyyatın tənəzzül etməsinin səbəblərindən biri. Bilirsiniz ki, 17-ci əsrdə iqtisadiyyatın tənəzzül etməsinin bir neçə səbəbi var. Bunlardan pul böhranının baş verməsi, dövrəyə saxta pulların daxil olması, əkin sahələrinin azalması, su təchizatının zəifləməsi bu səbəblərdir. 1-ci Abbas yoxdur ümumiyyətlə bu dövrdə hakimiyyətdə. 1-ci Abbas olub hakimiyyətdə 1587-1629. 17-nin sonları 1680-90-cı illərdir. Pul böhranı var. Əsas ticarət yollarının İran körfəzinə keçməsi Azərbaycanda iqtisadiyyatın tənəzzül etməsinin səbəblərindən biri deyil. Kənd təsərrüfatında icarə sisteminin tətbiqi də deyil. Rusiyanın Volqa-Xəzər ticarət yolunun öz nüfuzu altına alması nəticəsində ticarətin zəiflənməsi yox, bunda deməmişik. Yəni əsas səbəbləri vurğuladım. 17-ci əsrin sonlarında Səfəvi dövlətində ticarətin və əmtə mübadiləsinin inkişafına mane olur. Yenə eyni səbəblərdir. Fasiləsiz Səfəvi-Osmanlı müharibəsi yoxdur. Niyə yoxdur? 1639-cu ildə müharibə bitdi. Bir müddət sabitlikdir, sakitlikdir. Ay alınışdı. Qəlb pulların dövrəyə daxil olması olacaq. Hərbi vergi 1887-dən tətbiq olunur, 19-dan. Bu da aid deyil. Qiymətli metalların tələbatının azalması inkişafa mane olur, yox. 1-ci Pyotrun Xəzər sahili vilayətlərə yürüşü də, bu da 18-ci əsrdir. Doğru cavab qəlb pulların dövrəyə daxil olması. Yəni 4-5 səbəb var, onları bilsəz, cavabı tapacaqsınız. Çıxırsət Bəylərbəyliyin ərazisini müəyyən edək. Çıxırsətin ərazisi 4-də yerləşir. B variantı. Şirvan Bəylərbəyliyin ərazisi isə 3-də, A-dır. Qarabağ 2. Səfəvi dövlətinin adı buraxılan hökmdarını müəyyən edirik. Şah İsmayıl, Təhmasib, burada kimdirsə Xudabəndə gəlib. Bu 2-ci İsmayıldır. Yenə 1-ci Abbas, Səfi, Süleyman, 2-ci Abbasdır. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətinə aid olmayan ifadə. Aid olmayan elat var, sultan, vəqf, rəiyyət var. Tamlığa axı ləğv olub 1565-də. Təhmasib tərəfindən. Yenə aid olmayan ifadə xan, vəzir, sultan, tiyul var. Kənqaş 15-dədir. Qaraqoyunlu, Ağqoyunluda. Xalisə, vəzir, sultan, xan var. Maaf 18-dədir. Yadda saxlayın xanlıqların dövründə. Mövcud olmayan torpaq mülkiyyət 17-ci əsrdə. Divan mülk, tiyul, xalisə var. Amma İnci yoxdur. İnci Monqollardadır. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətində mövcud olmayan torpaq mülkiyyət forması. Vəqf, xalisə, tiyul, mülk var, ucu yoxdur. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətinin aid olmayan ifadə. Vəzir, tiyul, mülk, xalisə var, Bayrat Monqollarda. 17-ci əsrin ikinci yarısında Azərbaycanda mövcud olmuş torpaq mülkiyyət formalarından deyil. Deyilsə, vəqf var, mülk var, xalisə divan var, iqta deyil, tiyuldur bu dövrdə. 17-ci əsrin ikinci yarısında Azərbaycanda əldə olunmuş gəlirlərin dövlət xərclərinin ödənilməsinə sərf olunan torpaq mülkiyyət forması. Dövlət xərcləri divan torpaqları. 17-ci əsrin ikinci yarısında Səfəvilərdə şaha və onun ailəsinə məxsus torpaqlar xalisə.
Göstərilən hadisələrin 17-ci əsrin sonlarında Səfəvi dövləti üçün nəticəsi, böyük coğrafi kəşflərin baş verməsi, Hindistan dəniz yolunun kəşfi, İpək yolunun əhəmiyyətini itirməsi və nəticə. Manufakturaların meydana gəlməsi Azərbaycanda 19-cu əsrdir. Xanabad manufakturasını götürək ilk manufakturamızı. Pul böhranının yaranması olacaq, bəli. Şərq ilə Qərb arasında ticarətin Səfəvi dövlətinin əlində cəmləşməsi yox. Azərbaycan ərazilərinin Rusiya Osmanlı arasında bölünməsi, bu da aid deyil. Çünki bu olacaq 18-ci əsrdə. Nadirin əlinə keçməsi hakimiyyət, bu da 18-də, 1736. Yenə eyni sual, 17-nin sonlarında Səfəvi dövləti üçün nəticəsi, Hindistan dəniz yolunun kəşfi, İpək yolunun əhəmiyyətini itirməsi, pul böhranı, manufaktura 19, Rusiya Qacar arasında Azərbaycanın bölünməsi 19, iqtisadi cəhətdən möhkəmlənmir, zəifləyir, iqtisadiyyatın tənəzzülə uğraması, bəli, zəifləyir burada. Yaxın Şərq ilə Rusiya arasında ticarətin Səfəvi dövlətinin əlində cəmləşməsi, cəmləşmir, yanlışdır. Doğru cavab 18-də D. 19. Səfəvi dövlətinin adı buraxılan hökmdarı İsmayıl, Xudabəndə 1-ci Abbas, Səfi, Səfidən sonra kim gəldi? Səfidən sonra gələn 2-ci Abbasdır. 19 olacaq bizdə B variantı. Sülh müqavilələrinin xronoloji ardıcıllığı. Mərənd 1618, Rəşd 1732, Qəsr-Şirin 1639, Amasya 1555. Burada cavabımız olacaq 4, 1, 4, 1, 3, 2. 20 olacaq C variantı. 21. Sülh müqavilələrinin xronoloji ardıcıllığı. Kirmanşah 1732, Mərənd 1618, Amasya 1555, Rəşd 1732. Burada olacaq 3, 2, Kirmanşah sonra Rəşd. 3, 2, 1, 4. 21 D variantı. 1618, 1639. Sınıq körpü 18-dir, Çaldıran 14-də, amma 1514-də. Amasya 1555-dir, Əbhər 1500-dür. Mərənd 1618-dir, Qəsr-Şirin 39. Sərdurud 1408-dir, Qoylisar döyüşü 1461. Malatya 1473-dür, Cabanı 1500. 1590-1639 1-ci İstanbuldur və Qəsr-Şirin müqaviləsidir. Səfəvi Osmanlı müharibələrinə aid olan sülh müqavilələri 1555 Amasya, Peterburq Rus və Səfəvi arasındadır, Gəncə Rus Səfəvi arasındadır. İkinci İstanbul Sərabdır 1612. Bu aiddir, bəli. Qəsr-Şirin 1639. Bu da aiddir. 1, 4, 5, 24 oldu bizdə B variantı. 17-ci əsrin ikinci yarısında Səfəvi dövlətinə aid olan ifadə. İlati ərəblərdə tamğa 17-yə gəlmir. Tamğa 1565-də ləğv olur. Xaraq Sasanilərdə, Qopçur Monqollarda malcəhətdir, əsas vergidəmdir. Səfəvilərin əsas vergisidir. 17-ci əsrin ikinci yarısında Azərbaycanda əhalidən alınan vergi Qopçur Qazanxan dini islahatından sonra ləğv olur. Tamğa 1565-də tiyul vergi deyil. Çöpbaşı yoxdur, malcəhət var. Alınan vergi malcəhətdir. 26 olacaq bizdə C variantı. 27. 17-ci əsrin ikinci yarısında Azərbaycanda mövcud olmuş torpaq mülkiyyət formalarına aid deyil. Mülk, tiyul, vəqf var, xalisə var, xostaq yoxdur əlbəttə ki. Xostaq Sasanilərdə. Şah Səfi Amasyada iştirak etməyib. 1-ci Abbas 2-ci İstanbulda Mərənddə iştirak edib. 3, 4, 28 Y variantı. 29. 1-ci Təhmasib, 2-ci İsmayıl, Xudabəndə 1-ci Abbas. 1-ci Abbasdan sonra gəlir Səfi. 17-ci əsrin ikinci yarısında Səfəvilər dövlətində mahalları idarə edir. 16-da mahalları idarə edən naibdir. Bunu mütləq yadda saxlayın. 17-də isə qol-bey. 30 oldu B variantı. 31. 31-ci suala baxırıq. 17-ci əsrin birinci yarısında Səfəvi Osmanlı müharibəsinə son qoymuş müqavilə. 17-ci əsrin birinci yarısında. Birinci yarısında iki müqavilə olub. 1618 Mərənd,
Bir də 1639 Qəsr Şirin. Mərənd yoxdur, Qəsr Şirini götürək buradan. 31 oldu A variantı. Bir də sual oxuyum. 17-ci əsrin birinci yarısında Səbəb-Osmanlı müharibəsinə son qoymuş müqavilə bəli Qəsr Şirin. 31A, 32, 17-ci əsrin sonunda Səbəbi dövlətinin iqtisadi tənəzzülünün xarici səbəblərinə aiddir. Aha. Dövlət idarəçiliyində böhran daxili səbəbdir. İpək yolunun əhəmiyyətini itirməsi. Bəli, İpək yolunun əhəmiyyətini itirməsi, Hindistan dəniz yolunun kəşfi, yəni Hindistan dəniz yolunun kəşfi nəticəsində İpək yolu əhəmiyyətini itirir. Bu xarici səbəbdir. Daha sonra İpək ixracatının aşağı düşməsini də deyə bilərik. Avropada keyfiyyətli və ucuz manufaktura məhsullarının istehsalının artmasını da deyə bilərik. Səbəb-Osmanlı müharibəsinin başlaması 17-ci sonunda Səbəb-Osmanlı müharibəsi yoxdur. Manufaktura məhsullarının istehsalının azalması. Xarici səbəblərdə manufaktura istehsalının, məhsulların istehsalının azalması. Bizdə manufaktura yoxdur axı. Hindistana gedən dəniz ticarət yolunun əhəmiyyətini itirməsi, yox itirmir, canlanır. Hindistan dəniz yolu kəşf olunur. 32 oldu B variantı. 33, 17-ci əsrin ikinci yarısı Səbəbi dövlətinin tarixinə aiddir. Yəni 1650-dən sonra. Peterburq 18-ci əsrdə 1723. Dərbənddən Gilana qədər olan ərazilərin ruslar tərəfindən işğalı da 18-ci əsrdə Peterburq müqaviləsi. Şah Süleymanın Rusiya ilə müqaviləsi 1667-də ticarət müqaviləsi bu düşür ikinci yarısına. Osmanlı İmperiyasına müharibə bitdi də, yəni 1639-da bir də başlayır 18-ci əsrdə. Ona görə ikinci yarısında yoxdur hücum, mübarizə. Kirmanşahda Osmanlılarla sülh müqaviləsi, bu da 1732-dir, 18-ci əsr. 17-nin ikinci yarısı Səbəbi dövlətin tarixinə aiddir. Qəsr Şirin müqaviləsinin imzalanması bu birinci yarısındadır. Xəzər sahili bölgələrin Rusiya tərəfindən tutulması 18-ci əsrdir. İkinci Abbasın dövründə Səbəbilərin Rusiya ilə silahlı toqquşması 1653-də başlayır. Bu düşür ikinci yarısına. Osmanlı İmperiyasının hücumu yoxdur, yox. Azərbaycan qərb torpaqlarının Osmanlıların hakimiyyəti altına keçməsi yox. Doğru cavab 34C variantı. Səfəvi Mərəndi Osmanlı ilə imzalayıb. Osmanlı Kirmanşahı Rusiya ilə yox, Səfəvi ilə imzalayır. Osmanlı Gəncəni Səfəvi ilə imzalayır. Yox, Gəncədə Osmanlı deyil, Rus Səfəvidir. Amasya Osmanlı, bəli Səfəvi 1-4. Rəşd Ağqoyunlu deyil, Rəşd imzalanıb Rus və Səfəvi arasında. 1-4, 35 oldu. A variantı. Bir dəqiqə 2, 1-4 var burada. 35 oldu həm A variantı, həm C variantı. 36. 17-ci əsrdə Azərbaycanda hakim feodal təbəqəsinin ikinci qrupuna. İkinci qrupuna, deməli birinci yerdə hərbi əyanlardır. Hakim təbəqənin birinci yerində hərbi əyanlardır. 2-də alişiyə ruhaniləri, 3-də isə məmurlar, yerli əyanlar. Bu 3-dür, bəli. Hərbi əyanlarda 1-dir. 17-ci əsrin ikinci yarısında Səbəbilərdə iş heyvanı, istehsal aləti olan deyirsə bu rəiyyətdir. Olan rəiyyətdir. Səbəbi dövlətinin 17-ci əsrin ikinci yarısı tarixinə aiddir. 1650-dən sonra vəqf torpaq sahibinin ilk dəfə icarəyə verilməsi yox. Amasya sülh müqaviləsinin imzalanması, bu da 17 deyil, 16-dır. Tiyul torpaq sahibliyindən istifadə edilməsi. İstifadə olunur da, bəli, tiyul var da, 16-cı əsrdən var tiyul. 16-cı əsrdən var tiyul. C variantı düzdür. Qəsr Şirin birinci yarısındadır. Amil də burada yoxdur, yəni. Səbəbi dövlətinin 17-ci əsrin ikinci yarısı tarixi. Divan var. Divandan istifadə var. Amasya 16-dır. İqta ümumiyyətlə burada yoxdur. Mərənd birinci yarısıdır 1618. Hərbi mülki hakimiyyətin vəzirinin əlində olması, mülki hakimiyyət vəzirinin əlindədir, hərbi yox. Səbəbi dövlətinin, yəni vəzir həm mülki, həm maliyyə məsələlərinə baxır. Səbəbi dövlətinin 17-ci əsrin ortaları tarixi üçün səciyyəvidir. Hərbi əyanların, feodalların ikinci qrupuna daxil olması, hərbi əyanlar 1-dədir. İkinci Təhmasib tərəfindən idarə olunması, ikinci Təhmasib gəlir 1722-də, 18-ci əsrdir. Qarabağ bəylərbəyliyinin yaranması, bunu yazım qeyd edin, 1540-da yaranır Qarabağ bəylərbəyliyi.
Ali ruhanilərin, feodalların birinci qrup yox, ikinci qrupuna daxildir. Məmurlar, yerləyanlar üçüncü qrupdadır. Bəli, 40 olacaq Y variantı. 41. Səbəbi dövləti 17-ci əsrin ortaları tarixi. Bəylərbəyinin şahın əmri ilə hərbi yürüşlərə iştirak etməyə başlaması bu 16-cı əsrdədir. Dövlətin şah 3-cü Abbas tərəfindən, yəni 16-cı əsr deyirəm, 16-cı əsrdən başlayır da, yəni bunu demək istəyirəm. Tək 17-yə aid deyil bu. Başlaması 17 deyil. Dövlətin şah 3-cü Abbas tərəfindən idarə olunması, 3-cü Abbas gəlir 1732-də, 18-ci əsrdə. Hərbi əyanların, feodalların birinci qrupuna daxil olması, hərbi əyanlar, feodalların birinci qrupuna daxildir, bəli. Yerli əyanların ikinci qrup yox, üçüncü qrupa daxil olması, iri torpaq sahibi olan ali ruhanilər, feodalların üçüncü qrupuna daxildir. Feodalların üçüncü qrupuna daxil deyil, ikinci qrupuna daxildir. 17-ci əsrin ikinci yarısı Azərbaycan tarixi üçün səciyyəvidir. 1650-dən sonra 1-ci Abbas bu dövrdə yoxdur hakimiyyətdə. Səbəbi Osmanlı müharibəsinin ikinci mərhələsinin başa çatması, ikinci mərhələsi 1590-la bitir, 16-cı əsr. Xanlıqlar 18-də yaranıb. Komendant idarə üsulu ilk dəfə yaranıb Azərbaycanda 18-ci əsrdə Bakıda. Səbəblərlə Osmanlı arasında dinc münasibətlərin mövcud olması, bəli, 17-ci əsrin ikinci yarısı dinc münasibətləri var, çünki 1639-cu ildən sonra bir müddət sakitlikdir, 18-ci əsrin əvvəllərinə qədər. Ona görə 42 olacaq, burada bizdə Y variantı. 43, 17-ci əsrin ikinci yarısı yenə də Şah Sultan Hüseynin İsfahan müqaviləsinin imzalanması 18-ci əsrdə 1717. Səbəbi Osmanlı müharibəsinin ikinci mərhələsinin başa çatması 1596-cı əsr. Xanlıqlar 18-ci əsr. İdarəçilikdə irsli prinsipi var. Şah 1-ci Abbas ordusunun təşkilində islahatlar keçirir. 1-ci Abbas hakimiyyəti deyil axı, ikinci yarısında 1629-a gedir hakimiyyətdən. 17-ci əsrin ikinci yarısında səbəbi dövlətində vəzirlər mərkəzi hakimiyyət tərəfindən təyin edilirdi və birbaşa ona tabe idi. Doğrudur. Dövlətin başında Ali Məclis tərəfindən fəaliyyəti məhdudlaşdırılan şah dururdu. Xeyr. Fəaliyyəti məhdudlaşdırılmır şahın, yanlışdır. Hərbi işlərə qazı baxmır. Qazı şəriət əsasında məhkəmə nəzarətini həyata keçirir. Məhkəməni idarə edir. Şahın yanında qanun verici səlahiyyətə malik Ali Məclis fəaliyyət göstərir. Ali Məclis məsləhətçi, məşvərətçi orqanlı qanun vermir. Darğa dövlətdə hərbi qüvvələrə başlayır, darğa asayişi qoruyur və kələntərə tabedir. 17-ci əsrin ikinci yarısının səbəbilərdə mülki işlərə qazı başçılıq edirdi. Mülki maliyyə işlərinə baxan vəzirdir. Dövlətin başında Ali Məclis tərəfindən fəaliyyəti məhdudlaşdırılan şah durur, məhdudlaşdırılmır. Maliyyə işlərinin qaydaya salınması vəzirin səlahiyyətlərinə daxildir. Daxildir, razıyıq. Məhkəmə işlərinə qazı baxır. Vəkil dövlətdə hərbi qüvvələrin baş komandanı vəzifəsini yerinə yetirir. Vəkilin hərbi işlərlə işi yoxdur. Vəkil mülki maliyyə işlərinə baxır. 46. 17-ci əsrin ikinci yarısında Azərbaycan inzibati cəhətdən bölünmüşdü qəzalara. Yox. Azərbaycan bəylərbəyliyə bölünmüş vəziyyətdədir. Səbəbi dövlətində bəylərbəylilərin maliyyə işlərinə baxır. Kim? Vəzir baxır da. Bəli, vəzir baxır. Dəftərdar bizdə deyil ümumiyyətlə. Dəftərdar Osmanlıdadır. Azərbaycanda hərbi qüvvələrə başçılıq edir Kələntər. Kələntər şəhərləri idarə edir. Mahalları idarə edir. 16-da Naib. 17-də isə Qolbəy. 17-nin ikinci yarısında Qarabağ bəylərbəyliyin mərkəzi idi Gəncə şəhəri. Elə biz bunu doğru cavab olaraq götürə bilərikmi? Bəli, Qarabağ bəylərbəyliyi mövcuddur və mərkəzdə Gəncə şəhəridir. Qarabağ bəylərbəyliyi 16-cı əsrdə yaranıb, bu dövrdə də mövcuddur. Azərbaycan inzibati cəhətdən bölünmüşdü quberniyalara. Quberniya 19-cu əsrdir. Azərbaycanda bəylərbəylilərin maliyyə işlərini həyata keçirdi vəzirlər. Hərbi xidmət müqabilində verilirdi iqta, tiyul. Azərbaycanda bəylərbəylər təyin olunurdu sultan titulu daşıyan bölgə hakimlər tərəfindən yox. Şah tərəfindən. Şah 2-ci Abbasın hakimiyyət dövrü üçün səciyyəvi idi. Abbas olub hakimiyyətdə 1642 və 1666. Peterburq müqaviləsini imzalayan bu ikinci Təhmasibdir. Rusiya ilə hərbi münaqişə baş verir, bəli, 1653-də. 1662-yə qədər. Qəsr-i Şirin Səfinin dövrüdür. Stepan Razin Süleymanın dövründə gəlir. Paytaxtın Qəzvindən köçürən İsfahana isə 1-ci Abbasdır. Süleymanın hakimiyyəti
1666-1694 Rəşd müqaviləsinin imzalanması. Rəşdin imzalanması aiddir Təhmasibə. İkinci Təhmasib. Rusiya tacirlərinə gömrüksüz istirahət hüququnun verilməsi 1667-də. Qəsr-Şirin müqaviləsinin bağlanması bu 39 səhvidir. Pyotr Xəzər sahili vilayətlərə yürüş edir. Bu da olacaq. Xəzər sahili vilayətlərə yürür 2-ci Təhmasibdə. Osmanlı dövlətinin müharibənin aparılması. Osmanlı ilə Süleyman da 2-ci Abbaslı mübarizə aparmayıb. 49B variantı olacaq. 50-yə baxırıq. Azərbaycan tarixində 17-ci əsrin 60-cı illərin ikinci yarısı, 18-ci əsrin 30-cu illərin əvvəlləri Rusiya ilə bağlanmış müqavilənin şərtləri. Bu müqavilələr deməli 67-ci ildə imzalanan 1667 Süleyman dövründəki ticarət müqaviləsidir. Bir də 18-ci əsrin 30-cu illərin əvvəlləri Rəşd müqaviləsidir. Ortaq cəhət də budur ki, Rus tacirləri üçün güzəştlər nəzərdə tutulurdu hər iki müqavilədə. 50 olacaq A variantı. Azərbaycanın 16-cı əsrin birinci yarısı, yəni 1550-yə qədər, 17-ci əsrin ikinci yarısı. Bir dəqiqə. Bu da olacaq 1650-dən sonra ikinci yarısı. Maliyyə işlərinin qazı baxmır, vəzir baxır. Köçəri maldarlıqla məşğul olan elatlardan qopçur vergisinin toplanması. Qopçur yoxdur, qopçur ləğv olub. Qazanxan dini islahatından sonra. Qızılbaş əyanlarının ali nümayəndələrinin hərbi işlərdən kənarlaşdırılması. Xeyr, kənarlaşdırılmır. Vəqf torpağını becərən kəndlərin maaf adlanması. Maaf ümumiyyətlə 16-17-də deyil, 18-də xanlıqların dövründədir. Qızılbaş əyanlarının dövlətin idarə edilməsində mühüm rola malik olması. Bəli, 51-yə. 16-nın birinci yarısı 1550-yə qədər, 17-nin ikinci yarısı 1650-dən sonra. Tüfəngçilər adlanan xüsusi ordu hissəsini təşkil etməyə başlaması bu Abbasın dövründədir və 16-cı əsrin birinci yarısı deyil, ikinci yarısıdır. Köçəri maldarlıqla məşğul olan elatlardan qopçur. Qopçur burada deyil, ləğv olub. Qızılbaş əyanlarının dövlət idarəçiliyinin tamamilə uzaqlaşmır. Qulamlar adlanan xüsusi qvardiyanın yaranması deyirsə, bu da Abbasın dövrüdür, ikinci yarısı 16-cı əsrin. Ölkə ərazisinin inzibati cəhətdən bəylərbəyliyə bölünməsi. Bəli, iki dövrdə də Azərbaycan bəylərbəyliyə bölünmüş vəziyyətdədir. Səfəvi dövləti ilə Rusiya arasında imzalanan 67 müqaviləsinə əsasən Cənubi Qafqaza gətirilən mallara xüsusi gömrük rüsumu qoyulurdu. Yox, deməmişək belə bir şey. Rus tacirlərinə üzərinə xüsusi gömrük rüsumu qoyulur. Xeyr, azad olunur. Rus tacirlərinə gömrüksüz ticarət etmək qadağan olunur. Yox, bu hüquq verilir onlara. Rusiya ilə ticarət əlaqələri məhdudlaşdırılır. Yox. Rus tacirlərinə gömrüksüz ticarət etmək hüququ və bir sıra imtiyazlar verilir. Səfəvi hökmdarı Şah Süleymanın fərmanına əsasən Xəzər dənizində ticarət etmək hüququ yalnız Rusiyaya verildi. Yox. Rus tacirləri Xəzər dənizində gömrüksüz ticarət etmək hüququnu məhrum edildilər. Yox, qazandılar. Səfəvilərin hakimiyyət dövründə ruslar gömrüksüz ticarət etmək hüququndan məhrum edildilər. Yox, qazandılar bu hüququ. Yerli hakimlərdən Rus tacirlərinə xüsusi ehtiramla yanaşmaq tələb olunmuşdu. Bəli, konkret burada məsələlər var. Sxem verilib bizə. Sxemə əsasən cavabları tapmalıyıq. 2-ci Təhmasib Gəncə müqaviləsində iştirak edibmi? Yox, bu 3-cü Abbasdır. Sultan Hüseyn Osmanlı dövləti ilə müqavilə imzalamayıb. Səfəvilərin paytaxtı Əfqanlar tərəfindən tutulub, amma bəli, Süleyman dövründədir bu. Səfəvi dövlətinin 17-ci əsrin ikinci yarısı tarixi 1650-dən sonra. Bəylərbəylilərin maliyyə işlərinin Əmrəl-Ümərə tərəfindən həyata keçirilməsi. Yox, vəzir. Səfəvi-Osmanlı müharibəsinə son qoyan müqavilənin imzalanması. İkinci yarısında müqavilə yoxdur. Qəndaharın ələ keçirilməsi 1709-18-ci əsrdir. Rusiya ilə ticarət və iqtisadi əlaqələrin inkişafı. Bəli. Pyotrun Xəzərin qərb sahili bölgələrini ələ keçirmək üçün hərbi yürüyüşü 18-ci əsrdir bu. 56 olacaq. Deməli, D variantı. 57. Səfəvi dövlətinin 17-ci əsrin ikinci yarısı tarixi. Osmanlı ilə nə mübarizə var 17-nin ikinci yarısında, nə müqavilə. Rusiya ilə münaqişənin yaranması. 1653-cü ildə başlayır da münaqişə. B düzdür. Bağdad şəhərinin itirilməsi 16-cı əsrdir. Yeni Səfəvi-Osmanlı müharibəsinin başlaması. Başlanmır Səfəvi-Osmanlı müharibəsi.
1639'dan sonra bir müddət mübarizə dayanıb. Şirvan yarımüstəqil xanlıq olur bu da 18-ci əsrdə. Doğru cavab olacaq 57-də B variantı. 58. 1639 Rusiya imperiyasının bir dəqiqə. Səfəvi dövləti 1639, Rusiya 1724. 39-da biz Osmanlı ilə Qəsr Şirini bağlamışıq. Rusiya 24-də Osmanlı ilə İstanbulu bağlayıb. Osmanlılarla müqavilənin imzalanması 58A. 59. Səbəbi 1618-də. Bunu niyə çevirə bilmədim? Bir dəqiqə dostlar. Səfəvi dövləti 1618-ci il və Rusiya 1711-ci il. 18-də biz bağlamışıq Mərəndi. Rusiya 1711-də bağlayıb Prut müqaviləsini. Osmanlılarla müqavilədir yenə burada cavabımız. 59-da. 60-cı suala baxıram. Səfəvi dövlətinin 16-cı əsrdən fərqli olaraq 17-ci əsrin sonu iqtisadiyyatı üçün xarakterik idi. 16-dan fərqli olsun, 17-yə aid olsun. Xarici torpaqlarının əldə olunan gəlirin şahın razılığı xərclənməsi bu ikisində də var. İngilis tacirlərinə ölkə ərazisində gömrüksüz və maneəsiz istirahət etmək hüququnun verilməsi 17-də yoxdur belə bir şey. Divan torpaqlarından əldə edilən bütün gəlirlərin dövlət xərclərinə ödənilməsi bu ikisində də var. Qiymətli metalların azlığından dövrəyə qəlb pulların daxil olması. Bəli, bu 17-ci əsrin sonlarında Səfəvi dövlətinin zəifləməsinin iqtisadi səbəbləridir. Kəndlərin otlaqdan istifadəyə görə Çobanbəy vergisini ödəməsi bu ikisində də var, yəni Çobanbəy vergisi. 61. Səbəblərin 16-cı əsrdən fərqli olaraq 17-ci əsr dövlət idarəçiliyi üçün xarakterik idi. 16-ya aid olmasın, 17-yə aid olsun. 16 olmasın. Məhkəmə işlərinə qazların başçılıq etməsi ikisində də var bu. Ölkə ərazisinin bələdiyyə bölünməsi ikisində də bölünüb. Maliyyə işlərinin qaydaya salınmasının vəzirin səlahiyyətində olması ikisində də belədir. Bələdiyyə müəyyən miqdarda silahlı dəstələr saxlaya bilməsi bu ikisində də var. Mahal hakimləri qolbəyi adlanır 17-də. Amma 16-da bu naibdir. Naibə aiddir. Bir dəqiqə burada bir problem yaranıb. Bunu düzəldim. PDF donur. Suala baxırıq. Deməli, Səfəvi hökmdarları 2-ci Abbas, 2-ci Təhmasibin ümumi cəhəti. Rus hərbi dəstələri ilə toqquşmalar baş verib. Bəli. Osmanlı ilə müqavilə imzalayan 2-ci Təhmasibdir. Azərbaycanın cənubi vilayətlərinin Osmanlılardan azad edilməsi uğrunda mübarizə aparan da 2-ci Təhmasibdir. Azərbaycanın Xəzər sahili vilayətlərində Rus inzibati idarəçiliyinin mövcudluğu bu da 2-ci Təhmasibdədir. Rus tacirlərinə gömrüksüz istirahət hüququnun verilməsi Rus tacirlərinə 2-ci Təhmasibin dövründədir, Süleymanın dövründədir. Daha sonra Hüseynin dövründədir, güzəştlər olunub. Doğru cavab, ortaq cavab A-dır. Süleyman, Hüseyn. Osmanlılarla Süleymandır, Hüseyndir, 2-ci Abbasdır. Nə müqavilə var, nə müharibə. Rusiya ilə ticarət müqaviləsinin imzalanması bəli. Biri 1717, İsfahan, biri 1667. Bəyənəbəyli sistemi tətbiq olunub 16-cı əsrdə. Əhalini siyahıya alan Hüseyndir, Əfqanlarla müharibə aparan Hüseyndir. 16-1730 oxşar cəhət. Dərbəndin Osmanlıların azad olması ortaq cəhət deyil. Bakıda həmçinin müqavilə yoxdur bu dövrlərdə. Hərbi əməliyyatlar başlayıb amma bəli 16-da da var, 30-da da. Təbrizin yer alınması yox. 17-yə aid olmayan ifadə vəqf, mülk, icmaati yol var İnci Monqollarda. 17-nin ikinci yarısında Azərbaycanda mövcud olmuş dövlət irsi, xidmət müqabilində verilən torpaqlar, dövlət divan, irsi mülk, xidmət yol 5.
İsfahanın Səfəvi dövlətin paytaxtı olduğu dövrdə 1598-1620 bir dəqiqə 1629 neymiş? 1736 1598-1736 Şirvan bəyləbəlinin təşkil olunması 16-cı əsrin birinci yarısında. Amasya 1555 yenə düşmür bu da. 17-ci əsrdə yeni Səfəvi Osmanlı müharibəsinin başlaması bəli 17-ci əsrdə paytaxt İsfahandır. Birinci Təhmasib dövründə idarə olunması 1524-dən 1576-ya qədərdir. Bu Təbriz və Qəzvinə düşür. Çıldır da Qəzvinə düşür. Səfəvi dövlətin 17-nin ortaları tarixi üçün səciyyəvidir. Hüseynin siyasətinə qarşı Carbala-Kəndə üsyan bu 18-dir. Ali şəhər ruhanilərin vedaların ikinci qrupuna daxil olması düzdür. Təbriz bəylərbəliyi 16-cı əsrdə, hərbi əyanlar 3-cü qrupda deyil, 1-ci qrupdadır. Səfəvi Osmanlı müharibəsinin yeni mərhələsi başlayır ortalarında yox. 17-nin əvvəllərində Şah 1-ci Abbasın Osmanlıların işğal etdiyi torpaqları geri almaq üçün hərbi əməliyyatlara başladı. Necə oldu ki, başladı? İngiltərə ilə əbədi dostluq müqaviləsinin bununla əlaqəsi yoxdur. Hörmüzdən çıxarılması da deyil. Osmanlı hakimiyyəti altında olan Azərbaycan torpaqlarına baş vermiş üsyan bəli, gətirib bu hadisəyə çıxardı. C doğrudur. Müqəddəs Roma İmperiyası Rusiya ilə ittifaq yox. Qəsr-i-Şirin sülhü imzalanan sonra Qəsr-i-Şirini imzalayan səhv idi. 17-nin ikinci yarısı, 18-in ikinci yarısı ümumi cəhət. Xidmət müqabilində tiyul verilir. Bəli, elə cavab budur. Tiyul 19-a qədər gəlib çıxır. İnzibati cəhətdən bəyləbəliyə bölünür 17-nin ikinci yarısında. Amma 18-in ikinci yarısında Azərbaycan xanlıqlar dövrünü yaşayır. Bəyləbəliyə bölünə bilməz qəti şəkildə. Osmanlı dövləti ilə müharibələrin aparılması 17-nin ikinci yarısında yoxdur, 18-in ikinci yarısında da yoxdur. Rəncbərlərin şəxs torpaqları yoxdur. Kəndlilərin feodallardan şəxsən asılı olması bizə şəxsən asılılıq yoxdur. 17-nin sonu 18-in əvvəllərində Səfəvi dövlətinə aid ümumi cəhət. 17-nin sonu 18-in əvvəli. İnzibati cəhətdən bəylərbəyliyə bölünməsini burada götürürük. Nəyə görə? 17-nin sonunda da var. 18-in əvvəlində də mövcuddur. Amma Nadirin gəlişindən sonra ləğv olacaq artıq. 18-in ortalarından etibarən. Əvvəllərində var amma. Xidmət müqabilində yalnız soyurqal deyil, tiyuldu. Osmanlılar sülh müqaviləsinin imzalanması 17-nin sonu yoxdur, 18-in 30-cu illəri var 1732-də Kirmanşah. Şuşa Qarabağın mərkəzi deyil, Gəncə Qarabağın mərkəzidir. Məhdud deyil, şahın hakimiyyəti qeyri-məhduddur. Oldu A. 17-ci əsrdə Səfəvi dövlətinin idarə etmə sistemi üçün xarakterikdir. Xan yoxdur burada. Xan yəni qeyri-məhdud hakimiyyətə malik olması ola bilməz, şahdır. Şahın hakimiyyətinin Ali Məclis tərəfindən məhdudlaşdırılması məhdudlaşmır. Vəzirin sultanlar tərəfindən təyin olunması sultanlar tərəfindən təyin olunmur, şah tərəfindən təyin olunur. Xidmət müqabilində iqta torpaqlarının verilməsi iqta yoxdur. Mahalları qolbəyə nəzarət edir. Bəli, 17-də qolbəyə, 16-da naib. 17-nin ikinci yarısında Səfəvi dövlətinin idarə etmə sistemi üçün xarakterikdir. İlk dəfə tayfa başçılığında irsi prinsipi ləğv olunur. Mahalların bəyləbəliyə bölünməsi yox. Bu dövrdə Azərbaycan, yəni Səfəvilər dövləti 4 bəyləbəliyə bölünüb. Ümumiyyətlə bu inzibati islahatdır, inzibati sistemdir. Vəzirlərin yalnız bəyləbəliyə hesabat verməsi yox. Mərkəzi divana hesabat verilir. Kiçik inzibati vahidlərin sultan tərəfindən idarə olunması bəli. İnzibati cəhətdən 3 yox, 4 bəyləbəliyə bölünür. Hüseyn 2-ci Təhmasib ümumi cəhət. Osmanlı ilə müqavilə 2-ci Təhmasibdədir, Hüseyndə yoxdur. Xəzərsaylı bölgələrin tamamilə ruslar tərəfindən tutulması Təhmasibdədir. Şeybanilərlə müharibə yoxdur. Əfqanlarla mübarizə var ikisində də. Əmlakı siyahıya alanda Hüseyndir. 17-nin sonlarında Səfəvi dövlətində baş verən iqtisadi böhranın daxili səbəbi. Xarici sahənin zəifləməsi yox, İpək yolu xarici səbəbdir, Avropa manufakturası xarici səbəbdir, Osmanlı ilə müharibə yoxdur 17-nin sonunda, dövlət aparatındakı vəzifəli şəxslərin rüşvətxorluğu bəli. Budur daxili səbəb. Səfəvilər dövləti 17-nin birinci yarısı 1650-yə qədər, ikinci yarısı 1650-dən sonra. Niyazabad döyüşü 16-cı əsrdə 1583. İrəvanın azad olunması 1604-dür. Bu aiddir.
İngilis hərbi donanmasının köməyi ilə Hörmüzün azad olunması da bəli buradadır. Bir BC-dir. 17-nin ikinci yarısı Qafqazda möhkəmlənmək planları pozulur rusların. 1653-cü ildə 2-ci Abbas bunlara qarşı mübarizə aparır. Mərənd birinci yarısında Azərbaycan torpaqlarının Osmanlıların azad edilməsi prosesi başa çatdı. Bu da birinci yarısında. 1 BC 2A olacaq 76 D variantı. 77. Azərbaycanda Cəlalilər Hərəkatının ilk böyük çıxışı burada olub. Təbrizdədir. 1603-də Osmanlılardan azad olunub. Bəli, Təbriz şəhəridir. 17-nin sonunda Azərbaycan iqtisadiyyatında dərin tənəzzülə səbəb olan xarici iqtisadi amillər. Qərbi Avropa ölkələrində kapitulyasiya hüququnun verilməsi deməmişik bunu. Avropada yüksək keyfiyyətli manufaktura məhsullarının istehsalının artması, bəli. Dövlət idarəçiliyində böhran xarici səbəb deyil. Vergi və mükəlləfiyyətlərin artması da xarici səbəb deyil. Yalnız 7 burada, 78-də. Azərbaycandan keçən İpək yolunun əhəmiyyətini itirməsi, Avropada yüksək keyfiyyətli manufaktura məhsullarının istehsalının artması, verilənlər 17-ci əsrdə Səfəvi dövlətində nəyə gətirib çıxardı? Səbəblərindən də hansı hadisənin? Əlbəttə ki, əlaqələrin tənəzzülünün zəifləməsinin. Çox danışdıq bu məsələdən. 80, 16-cı əsr, 17-ci əsr. Osmanlı ordusunun Bulud qalası yaxınlığında məğlub olması 1554. Səfəvilərin cahili dəstələrin köməyi ilə Osmanlılara qarşı döyüşməsi. Bu 17-ci əsrdir. Səfəvilərin Osmanlılara qarşı yandırılmış torpaq taktikası bəli 16-dadır. 17. Qaradağ, Ərdəbil, Xalxal, Zəncan, Qəzvin, Lənkəran. Bu 1590 müqaviləsidir. 16-dır, 17 deyil. Bağdad, Kərbəla, Nəcəf, Mosul, Kərkük şəhərlərinin azad olunması səbəbi ordusu tərəfindən bəli bu Abbasın dövrüdür. Çıldır göl yaxınlığındakı döyüş 16-cı əsrdə. 1AC, 2B oldu 80 Y variantı. 81. Xəritədə ərazisi xüsusi işarələnmiş Azərbaycan şəhərinin 17-ci əsr tarixi. Bu şəhər İrəvan şəhəridir. Qarabağ bəyləbəyinin mərkəzi olmayıb, Gəncədə mərkəz. Müstəqil xanlığın mərkəzinə çevrilib, xanlıq yoxdur 17-ci əsrdə. 1-ci Abbas tərəfindən 1604-də azad olunub, bəli. Dəbil əmiri 951-də yaranıb. 17-ci əsrdən gedir söhbət. Ərazisində müstəqil sultanlıq yaranıb, yox. Sxemə uyğun olaraq doğru cavabı müəyyən edin. Əhali və əmlakın siyahıya alınması, İsfahanın Əfqanlar tərəfindən tutulması, Şirvanda üsyanın baş verməsi, Hüseynin dövrünü tamamlamalıyıq. Stepan Razinin Süleyman dövründə gəlir. Rus tacirlərinin mənafeyi uğruna bəli müqavilə bağlayıb. Kitab çapı işinə xüsusi diqqət yetirən 2-ci Abbasdır. Səfəvi dövlətinin öz keçmiş qüdrətini bərpa etməsi, yox, bunun dövründə zəifləyir. Rusiyanın Şimali Qafqazda möhkəmlənmə cəhdlərinin qarşısını alan 2-ci Abbasdır. 82 oldu B variantı. 83. 17-nin ikinci yarısı Səfəvi dövlətinin idarə etmə sistemi üçün səciyyəvi deyil. Hərbi əyanlar dövlətinin idarə etmə işlərində mühüm rol oynayır, bəli. Azərbaycan arasında 4 bərabərlik mövcuddur. Mövcuddurmu? Mövcuddur. Mahalların naiblər tərəfindən idarə olunması ola bilməz. 17 qol B idi. Qeyri-məhdud hakimiyyətə malik şah hakimiyyəti mövcud olması, bəli. Vəzir maliyyə işlərinə baxır. Yenə də sosial-iqtisadi həyata aid deyil 17-ci əsr üçün. Səfəvi hökmdarları, burada şəhərlərdən gedir söhbət. Səfəvi hökmdarları ticarət himayə edir, bəli. Səfəvilər dövlətin ağır iqtisadi böhranla üzləşməsi, bu dövrdə böhranla üzləşib, bəli. Sənətkarlar qrupunun 3 qrupa bölünməsi, bəli. Ordubad şəhərinə vergi toxunulmazlıq hüququnun verilməsi bu Abbasın dövründə də birinci yarısındadır. Dövlət xəzinəsinin gəlirlərinin müəyyən hissəsinin sənətkarlardan alınan vergini təşkil etməsi, bəli. 84D, 85 yenə şəhərlərin sosial-iqtisadi vəziyyəti üçün səciyyəvi deyil. Feodal emalatxanalarında işləyən sənətkarların həm feodala, həm dövlətə vergi verməsi, bəli, var. Tacirlərə Məlikü Tüccar adlı tacirin başçılığı, bəli. Sənətkarlığın əlverişli sahələrin əcnəbilərə iltisama verilməsi deməmişik, belə bir şey yoxdur. Əsnaf adlanan sənətkar birliyi mövcuddur. Bakı liman şəhəridir 15-ci əsrdən.
Şah II. Abbasın Səfəvi dövlətinin hakimiyyətə başladığı ildə İngiltərədə 1642-ci ildə İngiltərədə Vətəndaş müharibəsi başa çatıb yox. Bir dəqiqə. Başladı. 86, 87. Şah II. Abbas Səfəvi dövlətinin hakimiyyətdə olduğu illərdə 1642, 1649 nədir yazıram bura? 1666 Respublika idarə sonu deyə bilərik. 1649-da yaranıb çünki bu intervala düşür. 87A. Daha sonra baş verib. Şah Süleyman Rusiya ilə müqavilə bağlayır 1667. Rusların Şimali Qafqazda strateji qalalar tikmələri və II. Abbasın onlara mane olmaq barədə xüsusi fərmanı 1653. Qəsr Şirin 1639. Şah Sultan Hüseynin əhalinin siyahıya alması 1699. Don Kozaklarının başçısının Azərbaycana gəlişi 1668. Ən gec olan D variantıdır. Daha gec Şah Sultan Hüseynin hakimiyyətə gəlməsi 1694. Qəsr Şirin 1639. Süleymanın Ruslarla müqaviləsi 1667. Rusların Şimali Qafqazda strateji qalalar tikmələri nəticəsində Səfəvi-Rusiya münaqişəsinin baş verməsi 53. Stepan Razi 1668. Ən gec A variantı. 17-də Azərbaycanda mövcud olan dini vəqfdir. Şərti Tiyuldur. Bir də hökmdar ailəsi Xalisə 5-dir və D variantı 90. 91. Verilmiş əlamətlərdən 17-ci əsrin ikinci yarısında dünyada gedən iqtisadi proseslərin Azərbaycana təsiri. Avropada manufaktura məhsullarının istehsalının artması, bəli, Səfəvilər dövlətinin zəifləməsinin xarici səbəbləridir. Qədim İpək yolunun tədricən əhəmiyyətini itirməsi, bu da gətirib çıxardı nəyə? Sənətkarlığın tənəzzülünə, xəzinənin gəlirlərinin azalmasına. 91-ə baxdıq, 92. 17-ci əsrin 30-cu illəri Azərbaycan, Rusiya 18-in 10-cu illər tarixi. Ümumi cəhət biz müqavilə bağlamışıq Osmanlı ilə 1639-da, Ruslar da 1711-də. Osmanlı ilə sülh müqaviləsinin imzalanması. Verilən xüsusiyyətlərinə aid olduğu şəhər 1590-da İstanbul müqaviləsinə görə Səfəvilər dövlətinə qalmışdı. Səfəvilərə qalıb. 93-də yaradılmış Azərbaycan Bəylərbəyli mərkəzi olub Ərdəbil. 93 deyil. 94 2. Abbas 2. Süleyman. Burum rəqəmini artıq 2 görürəm. 2. Süleyman görürəm. 17-ci əsrin ikinci yarısında Səfəvilər dövlətini idarə edib. 2. Abbas gəlir 1642-1666. Süleyman gəlir 1666-1694. İkinci yarısında ikisi də hakimiyyətdə olub. Rusiya ilə diplomatik münasibətləri ikisi də saxlayıb. Şimali Qafqazda Rusiyanın möhkəmlənmə siyasətinə qarşı çıxan 2. Abbasdır. Müqəddəs birliyə qoşulma təklifini rədd edən Süleymandır. Hakimiyyət dövründə Səfəvi Osmanlı dövləti ilə müharibə aparmışdılar. Süleymandır, 2. Abbasdır, Sultan Hüseyindir. Bunların müharibəsi, müqaviləsi yoxdur Osmanlı ilə. Doğru cavab 1C, 2D, 3AB, 94A variantı. 95. 17-nin birinci yarısı 1650-yə qədər, ikinci yarısı 1650-dən sonra. Baxıram, müəyyən müddət Şah II. Abbas tərəfindən idarə olunması. Şah II. Abbas 42-dən 66-ya qədər olub hakimiyyətdə. Hakimiyyət illəri həm birinci yarısına, həm ikinci yarısına düşür də. Qəzvin və İsfahan paytaxt olmuşdu. 17-nin birinci yarısında Qəzvin yox, paytaxt deyil. Paytaxt olub 16-nın sonlarından İsfahan 18-in 30-cu illərinə kimi. Yəni süquta uğrayana kimi. Ona görə beyni götürə bilmərik. Osmanlılarla sülh müqaviləsi imzalanmışdı birinci yarısında. İkinci yarısında yoxdur. İnzibati cəhətdən bəyliyə bölünməsi ikisində də var. Rus tacirlərinə Səfəvilərin bütün hakimiyyəti dövründə gömrüksüz ticarət hüququnu verən Süleymandır və 1667-də. 95. 1C, 2Y, 3AD. 17-ci əsrə aid xəritədə qeyd edilən şəhərlərin ümumi cəhətlərinin düzgün verildiyi bənd. Mən özümə güvənmirəm heç vaxt belə suallarda. Ona görə götürürəm, əsri yazıram bura. Gözümün qarşısında olsun. Şəhərlər tapıram indi: Şamaxı, Gəncə, Təbriz, Marağa, Zəncan, Qəzvin.
Şəhərlər burada verilib. Şəhərlər bu sütunda verilib. Ümumi cəhətlər də burada. 1 və 2 bizə deyir ki, Şah 1-ci Abbasın ordusu tərəfindən Osmanlılardan azad edildi. 1590 İstanbul müqaviləsinə əsasən Zəncan, Qəzvin, Qaradağ, Xalxal, Ərdəbil, Lənkəran bölgəsi bizdə idi. Yəni Zəncan bizdə idi. Amma Marağa düz deyir. Marağa Osmanlıdaydı. Şirvan bəylərbəyinin ərazisi, Qarabağ bəylərbəyinin ərazisi, Təbrizin ərazisi, Sərabdır, Marağadır. Bu ərazilər Osmanlıdaydı və 1-ci Abbas Təbrizi işğaldan azad etdikdən sonra bütün cənub ərazilərin taleyi həll olundu. Yəni Marağa da Osmanlılar tərəfindən, daha doğrusu Abbas tərəfindən azad oldu. Bir doğrudur ki, yanlışdır. Ona görə biri götürmürük. Bu 1-ci xanını götürmürük. 1, 2, 3. Səəvlərin paytaxtı olub. 1 olmayıb Marağadır. 2 olmayıb Zəncandır. 3 olub Oma. 4, 5, 6. Yad ellərdən azad edilərək Səəvi hakimiyyətini bərpa edilib orada. 4-də Gəncədir, 6 Şamaxıdır, 5-də Təbrizdir, bəli, olub, düzdür. 4, 5, 6 deyir, eyni zamanda bəylərbəyliyin mərkəzi olub. Şamaxı Şirvanın, Gəncə Qarabağın, Təbriz Təbrizin. 3, 4 bizim cavabımızdır. 95 oldu. Bir dəqiqə 96 idi bu. 96 oldu C variantı. 97. 2-ci Abbas, Süleyman Hüseyin. Rusiya ilə diplomatik əlaqə saxlayıb bu üçü də. Üçün də dövründə var. Rus tacirlərinin mənafeyinə uyğun müqavilənamə Süleymanla Hüseyin bağlayır. Biri 1667-də, biri 1717-də. Çar Balakəndə Səəvi əleyhinə qarşı üsyanların baş verməsi, əleyhinə üsyanlar Hüseyindədir. Stepan Razinin gəlişi Süleymanda. Terek boyunca yaradılan Rus hərbi məskənləri dağıdan da 2-ci Abbasın əmridir. 97-də bizim cavabımız 1Y, 2D, 3C, 4A, 5B, D variantı. 17-ci əsr hərbi əyanlar, Alişer ruhanilər, yerli əyanlar. Dövlətin idarə sistemində fəaliyyət göstərirdilər, üçü də. Qızılbaş tayfa başçılarından ibarət idi. Bu hərbi əyanlardır. Hərbi əyanlar olacaq. Hakim təbəqənin 3-cü qrupu, yerli əyanlar. İstehsalçı təbəqə kəndlilərdir. Məhkəmələrə rəhbərliyidir Alişer ruhaniləri. 98-in olacaq cavabı A variantı. 1B, 2Y, 3C, 4A. 99. Verilən xüsusiyyətlərin aid olduğu şəhər. Azərbaycanda Osmanlı əleyhinə cəlalələrin ilk böyük çıxışı burada olub Təbrizdə. 1-ci Abbas tərəfindən Osmanlıdan azad oldu, belə Təbrizdir. 99 deyildi. 100. Ərəb xilafətinin zamanında tətbiq edilməyə başlamışdı. İcarəyə verilir, satmaq, bağışlamaq olmazdı. Bu olacaq bizdə vəqf. Dövlət göstərilən xidmətə görə verilir şərt torpaq mülkiyyətidir. Bu tiyul, vergilərin ağırlığı düşür bu torpaqların üzərinə. Bu da icma torpaqlarıdır. C variantı vəqf, tiyul, icma. Səbəbi Osmanlı dövlətləri arasında bağlanan müqavilə Qəsr-i Şirindir, Kirmanşahdır. Georgievs xanlıqların dövründə Kiçik Qaynarca Osmanlı Rus, Gülüstan Qacar Rus. 17-nin ikinci yarısı 1650-dən sonra Səəvi Rus arasında ticarət müqaviləsinin imzalanması 1667. Qəsr-i Şirin birinci yarısında 39-da olub. 2-ci İstanbul 1612 Sərab müqaviləsi birinci yarısındadır. 1-ci Abbas tərəfindən idarə olunması bu 1587, 1629-dur, düşmür. Şah Süleyman tərəfindən idarə olunması, Şah Süleyman gəlir 1666-da, 1694-də, bəli. 1 və 5-də olacaq bizim cavab 102-də. 17-nin ikinci yarısı 1650-dən sonra Qəsr-i Şirin birinci yarısıdır. Stepanın gəlişi 1668-2, Peterburq 18-ci əsrdir. Səəvi dövləti Rus arasında münaqişənin nizama salınması Abbasın dövründə 1662-də nizama salınır. 4. Səəvi dövlətində Şah 1-ci Abbas hakimiyyətə gəlir. 1-ci Abbas gəlir hakimiyyətə 1587. 2 və 4-dür burada, 103-də. 104. Səəvi dövlətinin 17-ci əsrin birinci yarısı 1650-yə qədər olsun. Siyasi dağınıqlıq deyil.
Osmanlılarla sülh sazişi var. Mərənd var 1618-də, Qəsr-i-Şirin var 1639-da. Şah 1. Abbasın cəlalilərin hərbi qüvvəsindən Osmanlıya qarşı istifadə etməsi, bəli, 17-ci əsrdə Rusiyanın hərbi işğal yolu ilə Xəzər sahili bölgələri ələ keçirməyə çalışması bu 18-ci əsrdir. Azərbaycanın bütün torpaqların Osmanlı hakimiyyətində olması bütün torpaqlar deyildi. Dövlətin inzibati cəhətdən bələdiyyə bölünməsi, bəli, 16-cı əsrdən bələdiyyə bölünüb dövlət. 104 oldu, 2, 3, 6. 105. 17-nin ortalarında Səfəvi dövlətinin iqtisadi vəziyyətini xarakterizə edən amillər. Şah Sultan Hüseyin İsfahanda Rus tacirlərinin mənafeyinə uyğun müqaviləsi 1717-dir. 18-ci əsrdir. Feodal torpaq sahibliyi varmı? Niyə olmasın? İqtisadiyyatda kənd təsərrüfatının əsas yer tutması olar. Manufaktur 19-cu əsrdir. Qərb ölkələrlə ticarət əlaqələrinin saxlanması, bəli, saxlayırıq. Dövlət tərəfindən xarici ticarətin məhdudlaşması məhdudlaşmır. 2, 3, 5, 105-də. 106. Şah 2. Abbasın hakimiyyəti illərinə aiddir. 1642, 1666. Çəlxana məqbərəsi 1663 olduğuna görə 1 aiddir. İsfahan şəhərinin Abbasabad məhəlləsini 1. Abbas saldırır. Mətbə avadanlıların gətirilməsinə cəhd göstərən budur. Amma Süleyman biganə yaraşır bu işə. İskəndər və Münşin sarayının baş tarixçisi təyin olunması yox. Ərdəbildə Şeyx Səfi xalçasının toxunması Şeyx Səfi 1539-dadır. Doğru cavab oldu 1 və 3. 106-da. Səfəvi dövlətin aid hadisə nəticə əlaqəsinin düzgün verildiyi cavab. 2. Abbasın Rusların Şimali Qafqazda tikdirdiyi qalaları dağıtmaq əmri 53-cü il Ruslarla Səfəvi arasında münaqişənin baş verməsi olar. Sultan Süleyman Azərbaycan yürüş zamanı ordubadların ciddi müqavimət göstərməsi, ordubadın vergilərin az olması, yəni səbəb nəticə əlaqəsi düzgün deyil. Süleyman 16-cı əsrdə gəlib, Abbas ordubadı vergilərdən azad edib 17-ci əsrdə. Çıldır döyüşünə Osmanlılar məğlub olmur, qalib gəlir. Qəsr-i-Şirin müqaviləsinin imzalanması, Şərqi Anadolunun Osmanlı dövlətinə verilməsi doğrudur. 107, 1 və 4 olacaq. 108. Düzgünlük. Osmanlı qoşununun Çaldıran döyüşündə qələbəsi Səfəvilərin Xorasana itirməsi yox. 1604-cü ildə İrəvanda Osmanlı ordusunun məğlub edilməsi, Çıxışda vilayətində Səfəvi hakimiyyətinin bərpa olması. Düzdür. Sınıkköprü adlı yerdə Osmanlı ordusu və Krım xanının qoşunlarının məğlub olması, Osmanlı dövlətinin Mərəd müqaviləsini bağlamağa məcbur olması. Sultan 1. Əhmədin Təbrizə ələ keçirməsi, Səfəvilərin paytaxtının İsfahana köçməsi. Xeyr. 2 və 3, 108-də. 109. 17-nin sonlarında iqtisadi vəziyyətini xarakterizə edən amillər. Əkin sahələri azalır, süni suvarma şəbəkəsi sıradan çıxır. Zəngin qızıl gümüş yataqları yoxdur əlbəttə ki. Şərq ölkələri iqtisadi əlaqələr canlandırmaq üçün Kürün mənsəbində Sultaniyə şəhəri salınır. 13-14-də salınıb Sultaniyə. Pul böhranı olacaq. Manufaktur 19-cu əsr. 109, 1 və 4. 110. 17-nin sonunda iqtisadi vəziyyəti xarakterizə edir. Kənd təsərrüfatı məhsulları istehsalı azalır 1. İnkişaf yoxdur. Qiymətli metalların azlığından dövrəyə qəlb pullar daxil olur 3. Ümumdünya ticarət yollarının dəyişməsi nəticəsində Azərbaycan iqtisadi imkanlarının genişlənmir, zəifləyir. Manufaktura 19, 1 və 3, 110-da. 111. 17-nin sonunda iqtisadiyyatın tənəzzülünün səbəbləri. Səfəvi-Osmanlı müharibəsinin yenidən başlaması, 17-nin sonunda müharibə yoxdur. Rusiya ilə ənənəvi ticarət əlaqələrinin kəsilməsi yox. Böyük coğrafi kəşflər sonra Azərbaycandan keçən qədim İpək yolunun öz əhəmiyyətini itirməsi olar. Pul böhranı var. Tamam vergisi mövcud deyil burada. 1565-də ləğv olub. 3 və 4, 111-də. 17-nin ortalarında Səfəvi dövlətində iqtisadiyyatın inkişafı üçün şəraitin yaranmasının səbəblərini müəyyən edin. 17-nin ortalarında. Qoşunların bəylərbəyliyin gəliri hesabına saxlanması, iqtisadiyyatın inkişafı üçün şərait yaradan amillər yox. Osmanlı dövlətinin münasibətlərin nizama salınması, bəli, münasibətlər nizama salındı Qəsr-i-Şirindən sonra vəziyyət dirçəldi biraz. Daxili və xarici ticarətin canlanması üçün tədbirlərin görülməsi görüldü, bəli. Başlıca istehsalçı və vergi verənlərin kəndlərin ibarət olması
Bu gətirib çıxarmadı iqtisadiyyatın güclənməsinə, yox. Tamğa vergisinin ləğv olunması, tamğa 17-nin ortalarında ləğv olunur. 1565-də ləğv olur. 2 və 3. 112-də 2 və 3. 17-ci əsrin ikinci yarısı tarixi. Yerli əyanlar feodalların ikinci qrupudurmu? Üçüncü qrupudur. İkinci Abbasın dövründə Stepan Razin gəlmir, Süleyman dövründə gəlir. Hərbi əyanlar feodalların birinci qrupudur. Rusiya ilə ticarət və iqtisadi əlaqələr inkişaf edir. İkinci Abbas Səfəvilər dövlətini idarə etməyə başlayır. 17-ci əsrin ikinci yarısında, yox birinci yarısında 1642-də gəlir. 3 və 4, 113-də. 17-nin ikinci yarısı, Səfəv-Rusiya münaqişəsinin dinc yol nizama salınması 1662-1. Pyotrun yürüyüşü 18-dir. Hərbi əyanların feodalların ikinci qrupuna deyil, birinci qrupuna daxildir. Rus tacirlərinə gömrüksüz ticarət etmə hüququ verilir ikinci yarısında 1667. Şah 1-ci Səlim Səfəvilər dövlətini idarə etməyə başlaması, Şah 1-ci Səfinin, Səlim nə idi? Səfinin Səfəvi gəlir hakimiyyətə, demək 1629-dan. 29-da gəlir Səfəvi hakimiyyətə. Yox, bu aid deyil. 1 və 4. İkinci yarısına düşmür səhvi. 1 və 4. 115. Hadisə nəticə əlaqəsini müəyyən edək. Səfəvilər dövlətinin süqut etməsi, Osmanlı ağalığına qarşı cəlalilər hərəkatı başlaması. Yox. Səfəvi dövlətinin süqut etməsi və Osmanlı ağalığına qarşı cəlalilər hərəkatının başlaması heç bir əlaqəsi yoxdur. 1605-ci ildə Sufyan döyüşündə Səfəvilərin qalib gəlməsi, Osmanlı dövləti Amasya müqaviləsini bağlamağa məcbur olması. Amasya 1555-dir. Sufyanın yazıb 1605 əlaqəsi yoxdur. İngiltərə əbədi dostluq haqqında müqavilə, Hörmüzün azad olunması, Ordubad əhalisinin üsyan qaldıraraq şəhəri Osmanlılardan alması, 1-ci Abbas Ordubad əhalisini vergilərdən azad edir. 3 və 4-dür cavab, doğru cavab. Hadisə nəticə əlaqəsi, Molla Həsən adlı yerdə qızılbaşların qələbə çalması, Dərbənddən başqa bütün Şirvanın azad olunması. 1, düzdür. Səfəvilər İngiltərə ilə əbədi dostluq haqqında müqaviləsi Çıxüstəd vilayəti Osmanlıların əlinə keçdi, yox. Osmanlı qoşununun Buğurt qalası yaxınlığında qalib gəlməsi, Səfəvilərin Xorasanı itirməsi, 39 qəsr Şirin, 17-ci əsrdə Səfəv-Osmanlı müharibəsi bitdi. Bəli, 1 və 4, 116-da. 17, eyni əsr. 1-ci Abbas tərəfindən Səfəvi dövlətinin tarixi sərhədlərin bərpa olunması 17-dir. Böyük Britaniya Amerika müstəqilliyini tanıyır 18-də. Əbədi dostluq 17-də. Məğlub edilməz armadanın məğlub olması 16, Malatya 15. Burada 1 və 3-dür, eyni əsrdə olan. Xəritədə ulduzla işarələnmiş şəhər 17-ci əsr tarixi. Təbriz 17-ci əsr. Səfəvi dövlətin paytaxtı deyil 17-ci əsrdə İsfahandır. Şah 1-ci Abbas tərəfindən işğaldan azad olub amma. Kirmanşah müqaviləsindən Kirmanşah 18-ci əsrdə. Səfəvi dövlətin bəyləbəliklərdən birinin mərkəzi olması olub. Əhalisinin Şah 1-ci Abbas tərəfindən bütün dövlət vergilərinin azad olması Ordubadda 2 və 4, 118-də. 119. 17-ci əsrin ikinci yarısı Azərbaycan kəndliləri üçün xarakterikdir. 17-nin ikinci yarısı. Rəiyyətin mülk torpaqlarından sahib olması, feodalların irsi torpaqlarıdır, mülk torpaqları. Rəncbərlərin təsərrüfata malik olması malik deyil. Rəiyyət istehsal alətlərinə malikdir, bəli. Rəncbər malik deyil. 119.3. Maaf yoxdur. Maaf xanlıqlarda elatların mükəlləfiyyət icra etməsi, bəli. 3.5. 2-ci Abbas 1642-1666. Müəlliminiz artıq 2-ci Abbası sizə əzbərlətdi hakimiyyət illərini. Ölkəyə Avropadan mətbə avadanlarını gətirməyə nail oldu, nail olmadı. Süleyman biganə yaraşdı bu işə, laqeyd oldu. Sənətkarların xəzinəyə olan vergi borclarını ləğv edir. Osmanlı dövləti sülh müqaviləsi imzalamır. Nə Süleyman, nə Hüseyin, nə 2-ci Abbas, nə müharibəsi var, nə müqaviləsi. Səlahiyyətini aşan məmurların əmlaklarını müsadirə edir amma. 2-4. 17-ci əsrin ikinci yarısı Səfəvi dövlətin idarəçiliyi sistemi. Xanın qeyri-məhdud hakimiyyətə malik olması, xan deyil, bu şahdır. Mahalların naiblər tərəfindən idarə olunması, naib deyil 17-də Qolbəydir.
İdarəçilikdə irsilik prinsipi var. Vəzirlərin mərkəzi hakimiyyət tərəfindən təyin olunması, bəli. Yerli əyanların, feodalların ikinci qrupuna yox, üçüncü qrupuna daxil olması. 121, 3 və 4. Hadisə nəticə əlaqələrini müəyyən edək. 2-ci İstanbul müqaviləsi 1612, Sərab. Amasya sülhünün müəyyən edilmiş sərhədlər bərpa oldu. Bəli, oldu. Bir doğrudur. Mərənd Van Qars ahasığa hücum etməyəcəyini təminat verir səbəbi bu qəsr şirindir. Qəsr şirin ərəb İraqının Səbəvlərdə qalması Osmanlıya verilir. Şah Süleymanın Rusiya ilə bağladığı ticarət müqaviləsi Səbəvi dövlət ərazisində Rus tacirlərinə gömrük ticarət hüququ verilir. Bəli. Kirmanşah Rus tacirlərinin mənafeyinə uyğun ticarət imtiyazları verilir. Yox, bu Osmanlı ilə Səbəvi arasında imzalanır. 1 və 4. 122, 1 və 4. 123. Xəritədə ulduzla işarələnmiş Bəylərbəyliyin 18-ci əsr tarixi. Şamaxı. Səbəvi hakimiyyətə qarşı üsyanlar baş vermişdi 18-də. Şamaxı Şirvan ərazisində baş vermişdi. Ərazisinin bir hissəsi Rus qoşunları tərəfindən işğal edilmişdi. Bəli, işğal edilmişdi. Şirvan Bəylərbəyliyinin Xəzər sahili vilayətləri Ruslar tərəfindən işğal olunmuşdu. Bəylərbəy Abdullah xan ustazlığı ilə Moskva şirkətinin nümayəndəsi arasında ticarət müqaviləsi imzalanmışdı. Bu 3 aiddir işarələnmiş əraziyə. Amma sizdən istədiyim odur ki, rəy bölməsində qeyd edərsiniz ki, nəyə görə 3-ü mən götürmədim düzgün cavab olaraq. Bunu sizdən gözləyirəm. Bu cavabı sizdən gözləyirəm. Ərazisində Şah 1-ci Abbas tərəfindən Qeysəriyyə bazarı inşa olunub bu Ordubaddı. Qeysəriyyə 2 ərazidədir, bir Ordubad, bir Təbriz. Rusiya və Osmanlı arasında imzalanmış İstanbul sülhünə görə ərazisinin bir hissəsində Səbəvi hakimiyyət saxlanılmışdı. Yox. Doğru cavab oldu 123-də. 1 və 2. 24. 17-nin ikinci yarısı Vəzir Elad, əyanların ali nümayəndələri bu titulu daşıyırdı. Heç birinə aid deyil bu. Bəylərbəyliyin maliyyə işinə baxır vəzir, maldarlıqla məşğuldur Elad, orduda xidmət edir Elad, mahal hakimi də heç biri. 1B, 2C-dir. Mahal hakimi də yəqin ki, yadınızda qaldı. 16-cı əsrdə naibdir. 17-ci əsrdə Qolbey. 125, 17-ci əsrin ikinci yarısında vəzir rəiyyət, mahal hakimi heç biri. Ali inzibati hərbi vəzifədə heç biri, işi heyvan istehsal aləti var rəiyyətin, yalnız mərkəzi divana həvalə hesabat verir. Bugün hər şey gözüm səhv görür ya da saat 4-də qalıb ondandır. Yalnız mərkəzi divana hesabat verir, bu olacaq vəzir, feodaldan aldığı torpağı becərən isə rəiyyətdir. Olsun 25-də 1D, 2C-Y. 126 nəhayət bitiririk artıq bu testi. Osmanlı sultanlarının Səbəvilər dövlətinə yürüşlərinə aid uyğunluq. Səlim Süleyman Murad. Vassalı Krım xanlarının yardımı ilə Azərbaycan torpaqlarının böyük bir hissəsini ələ keçirən Muraddır. Çaldıran döyüşünə qələbə qazanaraq Təbrizi ələ keçirən Səlimdir. Amasya Süleymandır. 16-cı əsrin 50-ci illərində yürüş təşkil edən Süleymandır. Qəsr Şirin sülhünü imzalayan 1639 4-cü Muraddır. 1B oldu bizdə. 126-da 1B oldu. 2D oldu. 2D yazdıq. Amasya sülhünün şərtlərini pozaraq səbəblərlə müharibə başlayıb. Çox üzr istəyirəm. Amasyanı gördüm. Tələsdim. Amasyanı görüb yazdım Süleymana. Bir dəqiqə. Başdan yenə qayıdıram bu testə. Səlim Süleyman Murad. A-nı aid etdim mən 3-cü Murada. A doğrudur. Çaldıran döyüşünə qələbə qazanaraq Təbrizi ələ keçirən Səlimdir. Amasya sülhünün şərtlərini pozaraq səbəblərə müharibəyə başlayan 3-cü Muraddır bu da. C-dir. Azərbaycanın 16-cı əsrin 50-ci illərində yürüş edən Süleymandır. Qəsr Şirin sülhünün imzalayan isə bu olacaq 4-cü Murad. 1B-dir, 2D-dir, 3AC-dir. Bu mən qarışdırdım. Axıra kimi oxumaq lazımdır. Özüm hər dəfə sizə deyirəm ki, axıra kimi oxuyun. Amma riayət etmirəm. 121B, 2D, 3AC.
Sonuncu sual. Şah Süleyman, Hüseyn Səbəb hökmdarları. Osmanlılarla sülh müqaviləsi. Bunların heç biri 2-ci Abbasda da yoxdur. Şirvanda Hacı Davudun başçılığı ilə çıxışlar Hüseynin dövründədir. Onun yaratma siyasətinə qarşıdır. Azərbaycan Xəzər sahili bölgələri Stepan Razinin gəlişi Süleymanda. Ərdəbil məqbərələrindəki qiymətli əşyalardan pul kəsilməsini əmr edən Hüseyndir.